Deməli, dəyərli izləyicilər, gəlmişik ikinci əl avtomobil bazarının, yəni Badamdarın bir hissəsindəki Çin avtomobillərinin satıldığı, o salonların olduğu yerə. Gəl Fariz, yavaş-yavaş göstərək. Baxın, görün burada nə qədər Çin maşınları var, nə qədər Çin maşınları var. Sağda, solda, Koreyadan, Avropadan, Amerikadan gələnlər də var, amma daha çox, daha üstünlük verilir bu hissədə Çin maşınlarına. A05'lər var. Baxın, Şangan Yunivey'lər var burada, BYD'lər var burada. Yunize var burada. Yəni burada olmayan Çin maşını yoxdur. Amma bir məsələ var, bir maraqlı məsələ var ki, gördüyüm buradakı vəziyyəti sizə danışıram. Maşınlar çoxdur. Çoxluq təkcə burada deyil. Əldə etdiyim məlumata görə hazırda paytaxtın bir çox istiqamətlərində bir müddət öncə daşıdılar, gətirdilər. Günəşli tərəfdə var, Zabrat tərəfdə var. Nə qədər Çin maşınlarını gətirib yığıblar Bakı. Amma baxın, görün, bir nəfər müştəri var. Yəni bir nəfər müştəri yoxdur. Bir adam yoxdur ki, gəlsin desin ki, 5 aşağı, 5 yuxarı bu Çin maşınlarından razılaşaq, götürək. Və bu müştəri qıtlığı da gətirir bu maşınların qiymətini bilirsiniz nə edibdir? 2025-ci ilin əvvəllərində gördüyümüz həmin o qiymətə. Məsələn, Yunize'lər artıq satılır 29.500'ə. Hansı ki 2025'in sonlarında, 26'nın əvvəllərində hətta Yunize maşınları, Şangan Yunize'lər 39.000'ə qədər qalxmışdı. Amma indi görün nə vəziyyət yaşanır. Gətirənlər yalvarır ki, aman da gəl al, stok boşalsın, əlimdəki bu maşınlar bitsin. Çünki bu maşınlar burada qaldıqca Çin dayanmadan Yunize'lərin yeni modellərini buraxır. Sanki telefon istehsal edirlər. Bir neçə aydan bir yeni modeller çıxır və təbii ki, stokda qalan o əvvəlki modellərdə artıq bir çoxlarına maraqlı gəlmir. Məsələn, mənim özüm fikirləşərəm ki, deməli, Şangan Yunize'nin 2025 modeli varsa, 2026 daha yaxşı vəziyyətdə gələ bilər, daha ucuz versiya gələ bilər və s. Daha çox funksiyalı ola bilər kimi fikirlərlə, yəni ki, bu niyyətlə gözləyirik və nəticədə nə baş verir? 25-ci ildə gələn maşınlar bax belə qalırlar stoklarda, müştəri tapılmır və bu maşınların qiyməti avtomatik tap düşür aşağı ki, həmin maşınlar satılsın. Satılsın ki, maşınlar stokda qalmasın. Baxın, indiki vəziyyətdə bazarda, ümumiyyətlə Çin bazarında bax belə bir sükut hökm sürür.